Salam hörmətli dostlar, Uğur IT Akademi YouTube kanalına xoş gəlmişsiniz. Biz bugün sizlə CPU haqqında danışacağıq. CPU özü abreviaturadır, açılışı Central Process Unit. Ekranda gördüyümüz kimi mərkəzi idarə etmə sistemi, mərkəzi idarə etmə bloku kimi də keçir. Bir çox Azərbaycan ədəbiyyatlarında CPU-nu sadə formada kompüterin beyni olaraq adlandırırlar. Bütün hesablamalar və əmrlər burada yerinə yetirilir. Bəli, doğru ifadədir. Bizim kompüterdən istifadə etdiyimiz zaman açdığımız proqramlar, yüklədiyimiz bir proqram, bir fayl, istifadə etdiyimiz hər bir şey CPU tərəfindən yerinə yetirilir. Bizim etdiyimiz hər bir şeyi kompüterin CPU-su sıfırlar və birlər şəklində, yəni bitlər şəklində görür. Bu, ikilik say sisteminin bitləridir. Kompüter bunları emal edir və bunları emal elədiyi qurğular da tranzistorlardır. Tranzistor özü elektrik dövrəsinin bir elementidir. CPU-ların daxilində də günümüzdə artıq milyardlarla yerləşə bilir. CPU-lardan danışarkən onun əsas məsələsi güc parametrləridir. CPU-ların güc parametrlərinə nəzər yetirəndə 3 əsas mövqe var. Birincisi tezliyi, buna tak tezliyi də deyə bilərlər, yəni CPU-nun sürətini göstərir. Bunun vahidi hertz və yaxud gigahertz olaraq görə bilərik. 2 GHz yazdığımız bu nümunə, yəni 2000 MHz olduğunu göstərir. 2.4 GHz yazdığımız isə 2400 MHz olduğunu göstərir. İkinci güc parametri core sayıdır. Bu, fiziki nüvələrin sayı, yəni ki, fiziki nüvələrin sayından söhbət gedir burada. Kompüterlərimizdə bir də var logical core, yəni ki, məntiqi nüvələr. Bizim üçün əsas lazım olan fiziki nüvələrin sayıdır. Üçüncü güc parametri isə cache memory'dir. Cache memory'lər 3 səviyyədə olur. L1, L2 və L3 cache olaraq qeyd olunur və onların yaddaşları bizim bildiyimiz yaddaşlara nisbətən daha az olur. Kilobaytlar və megabaytlar şəklində ölçülür. Kompüterlər üçün əsas CPU istehsalçıları Intel və AMD idi. Hardasa 2018-ci ildən sonra da biz artıq Snapdragon'un da kompüterlər üçün CPU istehsal edildiyini görürük. Yerli bazarda bu tip kompüterlər sayca azdır. Əsasən Intel və AMD CPU-lu kompüterlər var. Amma ki, Snapdragon-da artıq kompüterlər üçün CPU istehsal edə bilir. Əlavə olaraq qeyd edeyim ki, Snapdragon bu günə qədər daha çox telefonlar üçün CPU istehsal edirdi. Burada desktop PC, yəni masaüstü kompüter və notebookların CPU-larının fərqindən deyilmişik. Masaüstü kompüterlərin CPU-su notebook CPU-larına nəzərən fiziki ölçü cəhətdən daha böyükdür və eyni zamanda notebookun CPU-larına nəzərən daha çox güc tələb edir. Masaüstü kompüterlərin CPU-larının üzərində özünün xüsusi soyutma sistemi cooler olur və masaüstü kompüterlərin CPU-larını dəyişdirmək mümkündür. Təbii ki, bəzi parametrlər nəzərə alınmalıdır, amma notebookların CPU-larını fiziki olaraq dəyişdirmək mümkün deyil, çünki onlar anaplataya lehimlənmiş formada gəlirlər. Dostlar, burada isə sizin üçün bir CPU modeli seçmişəm. Intel Core i5 12450H. Bu prosesor kodunun izahını verəcəyik. AMD seçməmişəm, çünki AMD-də belə prosesora baxaraq bir fikir sahib olmaq mümkün deyil. AMD-nin CPU-larını məsləhət görərdim ki, birbaşa internetə yazıb internetdən onun haqqında araşdırasınız. Amma Intel'in CPU-larına ilk baxışdan biz bir xeyli fikir sahib ola bilirik. Əvvəla başlayaq. Intel bu ilk olaraq CPU-nun istehsalçısını göstərir. İkincisi Core, bu istehsalçının CPU ailələrindən olan Core ailəsini göstərir. Üçüncü i5 gördüyümüz isə həmin ailənin hansı üzvü olduğunu göstərir. Bu ailədə i3, i5, i7 və i9 üzvləri var. Daha sonra gördüyümüz 12450'də olan ilk 2 rəqəm 12 bu CPU-nun nəslini göstərir. Yəni biz buna 12-ci nəsil deyirik. Bu olur 2022-ci il istehsal olan CPU. 450 isə bu nəsildə olan CPU-lardakı bu CPU-nun gücünü göstərir və böyük ədəd bunun bir orada güclü olduğunu göstərir. H, sonunda gördüyümüz H hərfi isə sufiks olaraq high performansı göstərir. Yəni bu CPU-nun təyinatını yüksək performans tələb edən məqamlarda bu CPU-su olan kompüterlərdən istifadə etmək məsləhət görülür. Təbii ki, fərqli sufikslər də var. U hərfi olan var, K hərfi olan var. Azərbaycan bazarında çox da görmədiyimiz T hərfi olan sufiksli CPU-lar var. Burada U hərfi olan üçün yazılıb ki, ultra low power, yəni enerjiyə qənaət üçün. U hərfi olan CPU-larda hardasa 7-8 saata qədər batarya ömrü olur. K isə overclock dəstəyini göstərir. CPU-nun özünün normal gücündən bir pillə daha yuxarı performans göstərməsinə imkan yaradır və bu K overclock dəstəyi olan CPU-ları adətən biz masaüstü kompüterlərdə görürük.
Dostlar, CPU haqqında videomuz bu qədər idi. Bundan sonra kanalımızda helpdesk ilə bağlı digər videolar da paylaşacağıq. İzləmədə qalmağınızı tövsiyə edirəm. Hələlik özünüzə yaxşı baxın.